Bəli, biz bu mövzunu qonağımızla davam etdirəcəyik. İndi bizimlə birbaşa bağlantıda politolog İlyas Hüseynovdur. Salam İlyas müəllim, eşidirsinizmi bizi? Salam, yaxşı eşidirəm. Salam verirəm. İlyas müəllim, ümumiyyətlə Amerika Birləşmiş Ştatları prezidenti Trump, Rusiya prezidenti Vladimir Putinə və Ukrayna prezidenti Zelenskiyə xəbərdarlıq edib. Rusiyanın diqqətinə çatdırıb ki, əgər sülh prosesi ləngisə, Rusiya neftinə 25% tarif tətbiq edəcək. Ukrayna tərəfinin isə diqqətinə çatdırıb ki, minerallar sazişinə düzəlişlər olunmalıdır. Sizcə tərəflər qoyulan bu tələbləri yerinə yetirəcəkmi? Təşəkkür edirəm suala görə. Ümumiyyətlə, Trump'ın siyasi gündəliyində Rus-Ukrayna müharibəsinin hesab edirəm ki, prioritet mövqedə dayanır. Bir tərəfdən Trump'ın və Amerika Birləşmiş Ştatlarının siyasi imicinə təsir edə bilən bir məqam kimi qiymətləndirilir. Digər tərəfdən Trump həm də seçkiqabağı dövrdə daxili elektorata verdiyi vədləri və eləcə də sözləri tutmaq niyyətindədir. Xatırlayırsınızsa bildirmişdi ki, cəmi bir neçə saat və ya sutka ərzində bu müharibəni dayandıra bilər və bununla demokratları Biden administrasiyasına tənqid edirdi. Bildirirdi ki, mən hakimiyyətdə olsaydım bütün bu hadisələr baş verməzdi. Hazırda isə Səudi Ərəbistanında ayrı-ayrı nümayəndə heyətləri ilə görüşlər keçirilir, hətta razılıqlar da vardır. Onlar nə qədər müharibənin miqyası nəzərə alınanda cüzi görünsə də mühüm irəliləyişlər kimi qiymətləndirilə bilər. Birincisi, enerji obyektlərinə hücumların təşkil edilməməsi ilə bağlı əmrin verilməsi. İkincisi isə Qara Dəniz hövzəsində əməkdaşlıq üçün, tədarük zəncirinin formalaşması üçün, gəmilərin hərəkəti üçün müxtəlif silah tətbiq edilməsinin qarşısının alınmasıdır. Və hər ikisi də çox sülh naminə mühüm irəliləyişlər kimi qiymətləndirilir, amma hərbi əməliyyatlar teatrında tamamilə başqa hadisələr baş verir. Rusiyanın müxtəlif qəsəbələri, kəndləri, əraziləri nəzarətə götürmək, Ukrayna tərəfinin burada müdafiəsi, təhlükəsizliyi, xüsusilə təhlükəsizlik zəmanətləri axtarışı və eləcə də Amerika Birləşmiş Ştatları ilə nadir torpaq metalları istiqamətində sövdələşmənin imzalanması məsələsi də hələ açıq qalır və burada xüsusilə vurğulamaq istəyirəm ki, aval kabinetdə Zelenski və Trump arasında polemika baş verməzdisə, orada məhz bu sazişin imzalanması da nəzərdə tutulurdu. Hazırki reallıqlarda hesab edirəm ki, hərbi əməliyyatların davam etməsi kontekstində Amerika Birləşmiş Ştatlarının diplomatik səyləri nəticə verməyəcəksə, Trump digər bir ssenarini tətbiq edə bilər. Hər iki liderə müxtəlif sanksiyalar, məhdudiyyətlər, beynəlxalq izolyasiya və bu kimi tədbirlər həyata keçirilə bilər və artıq bunun da anons edilir ki, Rusiya neftinə 2 qat məhdudiyyətlərin tətbiq edilməsi nəzərdən keçirilə bilər və hətta bundan öncə Venezuela neftindən imtina əvəzinə Rusiya neftinin alınması da haqqında fikirlər var idi. Yəni, sülh və Trump'ın narrativləri həyata keçiriləcəkdirsə, onda Rusiya ilə neft alış-verişi də həyata keçirilər və eyni zamanda müxtəlif Rusiya şirkətlərinə, Rusiyanın siyasi xadimlərinə, personalarına qarşı tətbiq olunmuş sanksiyaların yumşaldılması da baş verə bilərdi. Lakin bütün bu Vaşinqtonun tezisləri yerinə getirilməyincə burada digər bir mənzərə formalaşır. Mənə elə gəlir ki, çox sürətli bir şəkildə Rusiya-Ukrayna müharibəsinin ABŞ tərəfindən nizamlanması istəyi digər bir planı da formalaşdırır və yaxud onu təxirə salır. Çünki bu müharibə nə qədər davam edirsə, sonraki planın həyata keçirilməsi bir qədər də yüzlanır və hətta istəyib edirəm ki, növbəti plan ya yaxın şərqlə ya da İranla bağlıdır. Çünki paralel olaraq digər hadisələr də etməkdədir və Səudi Ərəbistanında Rusiya və Ukrayna nümayəndələrinin, hətta ekspertlər və rəsmilər səviyyəsində yol etməsi heç də təsadüfi deyil. Hətta belə bir ehtimal var ki, Trump ilk səfərində müayinə ortalarında məsələ Səudi Ərəbistanı edəcək. Səudi Ərəbistanın yaxın şərq hövzəsində artıq mühüm geosiyasi bir mərkəzə çevrilir. Bu da bilərəkdən edilməkdədir. Ciddədə həyata keçirilmiş günlər heç də təsadüfi deyil belə. İstanbulda da görüşlər keçirildi. Amma bu görüşlərin nəticələri heç də müharibəni dayandırmaq üçün kifayət etmir.
Düşünürəm ki, bütün bu razılıqların ümumi nəticəsində mütləq surətdə liderlə görüşməli. Nə qədər ki, Zelenski və Putin görüşmür, bu nümayəndə heyətlərinin görüşləri sonsuza qədər uzana da bilər və bu da ABŞ-ın maraqlarına cavab vermir. Aydındır. Bir məsələni də soruşmaq istəyirəm. Necə düşünürsünüz? Trampın bu xəbərdarlığı Birləşmiş Ştatlar siyasətini çətin vəziyyətə salmaz ki? Çünki söhbət Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq edilməsindən də gedir. Digər tərəfdən Ukraynaya həddindən artıq təzyiq göstərmək Kiyevin danışıqlardakı mövqeyini zəiflədə və Amerika Birləşmiş Ştatları Ukrayna münasibətlərinə mənfi təsir edə bilərmi? Doğru məsələni vurğulayırsınız. Çünki burada Ukraynaya qarşı olan daha sərt münasibət Amerika Birləşmiş Ştatları tərəfindən həm də nəticədə Avropa İttifaqı ABŞ ziddiyyətlərini daha da dərinləşdirə bilər. Çünki bura Avropa İttifaqı və sülh müstəvisində Avropa İttifaqının tərkibinə daxil olan dövlətlərin Ukrayna ərazisinə sülh məramlar göndərilməsi məsələsi də var və artıq Macronun və yaxud Keir Starmerin, Scholz'un və ya yeni kanslerin ümumi görüşləri və eləcə də Ukraynanın gələcəyi ilə bağlı məsləhətləşmələri bir nəticə vermir. Vahid konsensus yoxdur və Baltikanı dövlətlər, Latviya, Litva, Estoniya, Rumıniya, Polşa kimi dövlətlər Ukrayna sülh məramını göndərmək istəmirlər. Və bunu da onunla əsaslandırırlar ki, öz milli maraqlarını ümumi Avropa maraqlarına güdaza vermək istəmirlər. Düşünürlər ki, bununla Kremlin qəzəbinə tuş gələ bilərlər və bu da əlbəttə Avropa daxilində vahid fikrin olmamasına dəlalət edir. Digər məsələ, doğru qeyd etdiyiniz kimi, Rusiyaya qarşı təkrar sanksiyaların qəbul olunmasının Putin-Trump münasibətlərinə təsiri ilə bağlıdır və Avropanın da təəccübünə səbəb olan hazırda Rusiyaya qarşı ABŞ-ın münasibətləridir. Dünənə qədər düşmən mövqeyində olan Qərb koalisiyasının əsas dominant gücü Amerika Birləşmiş Ştatları bugün Rusiya ilə bərabər hüquqlu münasibətlərin qurulması, diplomatik münasibətlərin bərpa olunması, ən az əvvəlki səviyyədə olan münasibətlərə can atır. Bu da məlumdur, çünki Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatının inkişaf etdirilməsi, dünyadakı hazırki bu xaos, anarxiyanın qarşısının alınması və resesiyadan çıxmaq yolları bugün Vaşinqtonun strategilərinin əsas düşüncəsidir və əlbəttə belə olan halda çox ucuz resurslara və xam mal bazasına malik olan Rusiya ilə müharibəni davam etdirmək ABŞ tərəfindən mənasız görünür. Çünki bu müharibədə də bir nəticə yoxdur. Əvvəldən də biz şərhlərimizdə qeyd edirdik ki, bu müharibənin qalibi olmayacaq və hər iki tərəf burada məğlubdur və kənar hansısa güc mərkəzi masa arxasına əlləşəcəksə, o qalib olacaqdır. Və bugün qalib hüququnda sanki ABŞ çıxış etmək istəyir. Məsələn, Ukrayna mineral ehtiyatlarını istismar etmək və burada müxtəlif Ukraynanın bərpası üçün fondlar, mərkəzlər yaratmaq niyyəti də hesab edirəm ki, kolonial düşüncənin bir məhsuludur. Digər tərəfdən Rusiya sülh müqabilində həm də Rusiya xam malını daha əlverişli, ucuz, əlçatan bir formada yenə də ABŞ şirkətləri Rusiya daxilində istismar etməyə çalışırlar. Bir müddət bunu Çin həyata keçirməyə çalışır və Çin'in masada bağlaşdırmaq üçün ABŞ-nın belə reveransları özünü göstərir. Amma əlbəttə doğru qeyd etdiyiniz kimi, əgər daha sərt ritorika və iqtisadi cəhətdən məhdudiyyətlər siyasəti yürüdüləcəksə, get-gedə Vaşinqtona da inam və siyasi ümid azalaraq bu vasitəçilik kursundan da siyasi ümidi sıfıra düşə bilər. Aydındır. Çox sağ olun. Təşəkkür edirəm. Qeyd edək ki, bizimlə birbaşa bağlantıda politoloq İlyas Hüseynov idi və biz Trumpın Rusiyaya, həmçinin Ukraynaya etdiyi xəbərdarlıqlardan danışdıq.